kanalın izləyiciləri, ovçu dostlarımız, balıqçı dostlarımız, bizi izləyən hər kəsə salam olsun buradan. İnşallah bugün ova gedirik, fikirləşmişik ova gedək. Ömərlə ova gedirik. Ömər də buradan salam eləyir ovçu balıqçı dostlarımıza. Bakılı çıxdıq, bayraq meydanlı. Yolumuz İmişliyədir. İnşallah İmişli tərəfə gedirik. Nə videolarımız olacaq, onları da sizə çəkib təqdim edəcəyik. Ocaq qaladıq. Ova gəlmişik. Marozluq, üstünə də duman. Maketlərimizi düzmüşük. Sabahın atılmağın gözləyirik. Sabahın atılmağın oğlunu görüyoruz. Dostlarım gəlir və dostumun oğlu gəlir. Həvəsçili. Ömər də gəlir. Ömər gəlir. Atasından ova gəlir. Vəkildir. Mənəm. Gəlmişik, səhər tezdən qaranlıqdır, maketi zar düzdük, ocaq qaladıq. Mazotumuz da qoşmuşuq. Özü üçün oxuyur. İndi biraz isinək, hava işıqlaşana qədər. İnşallah sonra başlayaq ovumuza. Hava normaldır, ancaq bir balaca soyuqdur. Səhər soyuq olur. Ocaq qalamışıq. Qəşəng ocaq qaladı qara. Əvvəlki videolarımızda var. Hamı tanıyır. Qaranı, köhnə sənətkar. İndi görək də nə olur axırı. Sən nə deyirsən Ömər? Belə gəldi. İnşallah yaxşı olar. İnşallah yaxşı olar deyir. Ömər də deyir inşallah yaxşı olar. Gözləyək bir balaca hava işıqlaşsın. Şey bizim ocağımız. Lohqanın içində ocaq qalamışıq. İsinirik. Adama qalan bu deyə istirahət. Dincəlmək. Valla adamlar var bu internetdə uşaqlarını örgədir, gic-gic söyüşlər söyür. Bəziləri Allah haqqı yemək yığır qabağında oynayır, uşaqları gic-gic şeylər örgətmək lazımdır deyə bu ovu, təbiəti, silahı örgətmək lazımdır. Gələcəyin əskərini böyütmək lazımdır, gələcəyin gic-gic adamlarını böyütmək lazım deyil. Yoxsa baxmısan ona qara. İnternetdə biri var uşağına söyüş örgədir. Gedəni söyür, gələni söyür. Allah'ın dostu. Silah örgət. Bu gələcək hərbiyə gedəcək. Vallahi örgənsin də Azərbaycanlıdır. Türk qanı var. Qoy örgənsin. Ovu, silahı, təbiəti, çölü, balığı. Yoxsa hələ bir gün... Nədən var, adı xəyaldır. Allah saxlasın. Verirlər, buraya qaç. Vallahi örgətmək lazımdır. Vur gedədir. Gələ yaxşı şeylər örgətsinlər. Yoxsa biri yemək düzür, stonsla başlayır oynamağa, uşağı örgədir. O biri də var orada söymək örgədir. Kapansa hızlı. Şimdi orası çıkıyor orası. O da bir kulaksa böyle kömür getir. Nasıl içine?
İstəyirsən qamışdan qırın. Lazımdır. Lazımdır. Bu beş. Bir de burada da oturacaksın, sen de orada durursun. Ha. O koymayacağım işte. Eğer şimdi Deyirəm qara, gələ şiş də götürərdim maşından. Biraz da taxta götürərdik, özüm ölüm. Burada kebab eləyərdik onu. Qəşəng olardı. Lokkada kebab eləyib onu vurardıq bədənə. kebap ile maşının yanında getirir yandır buraya kadar. Ha. Bu üstüne. Uşak yetini bize lazımdı. Maşında hər şeyin var. Şiş də var, manqal da var. Ha, kırak değil. Hər şey, ha. Bu uşak kebap yesin. Naxadı elə qıraqda düzüb qoşarıq. Bu baksınlar yaptı boşuna ki gör harda bu. Ha. Sən demişsən, ova gəldin, kebab pişirmədinsə də nə oldu? Elə vur hamısını yıx kulokon daş yapar. Yok. Onun maçta uşakları. Ha. Yani burada kebap yemeseydi geliyor. Onun ayrı ləzzəti var. Çöldə çöl heyvanından pişirib yeməyin ayrı ləzzəti var. Saat neçə oldu? Saat 7-8-ə 2 dəqiqə işləyib. Ha, başlayır, hava işıqlaşır. 20 dəqiqə zor işləmiş, hava işıqlaşar. O tərəfə düşdü. Ölüb düşdü o. Tələsmə, qayıdacaq. Gələcək, tələsmə. Yuxarı oturdular. Gelecek. Düştü o da. Biri kanadıydı, biri programa uçuştu. Biri bura düştü, biri kanat getdi. Oturdu. Öldü, yoldu bu. Niye bakılmıyor? Düşecek o. Gitti. O tutar göz. Götür. Yaxından sizin əl uzat götür. Tut. Ömer ördeği. Alma vaktinde burada. Götür Ömer. Saklık Biri. Yerim yok, hiç alım götürün. Ben bu yüzümden gidiyorum. Kanadılar götür. Hadi lan.
Patron var yanında. Patron var yanında. Məndə? He. Məndə yanımda yoxdur. Bir daha bunun içindəkidir. Başkası yoktu. Yox, bunun içindədir. Aç ağzını koy ya. Yakacağım ben onu. Nasıl bile? Təbiəti, məfiyyəti utağa göstərmək lazım. Gəldi, dincəldi, ov elədi. Səydam əmsi də buradadır. Allah razı olsun hamı. Sağ olun, var olun. Sağ ol. Gözəl ov elədik. İnşallah gedək bunları da təmizləyək, bir dənə yaxşı kababdan zatdan bir şey pişirək. Bugünkü ovumuz belə oldu. 7 dənə ördək Ömərlə vurduq. Allah bərəkət versin. Günorta çıxırıq, inşallah gelib. Bunlardan pişirəcəyik, yiyəcəyik. Allah bərəkət versin. Yaxşı. Ovumuz oldu bugün. Sort da var. Hə, yüngü var vur istəyirsən. Sort da mənim xoşum Hə? gəlmir. Elə vurmaya düz deyirsən. Yaxşı qızarmır. Hə, uşaq da yoxdur yemir. Yaxşı qızarmır. Sonra elə belə yaxşıdır. Qəşəng yağlı ördəklərdir. Mən bu yılın böyürdəydi. Şəkolun xoruzu idi. Öyle idi. Allah. Ömer yaptı, koyu yapsın orada. Orada biz uzağız da hazırlayaq. Dur uzaq. Gəlib yiyəcək. Ayrıdır ha, fikirləsən bu ayrı ördəkdir. Dərisindən bilinir ağ. Bu başqa ördəkdir. Qırmızıdır bunun dərisi. Qaşqaldıq olmadı heç bir dəfə. Yaşıl başın pərəsidir bəlkə də belə. Hə, o sarı dəri ha. Hə. Şey ocağımız yanır. Yansın. Bu da vəkilin oğludur. Allah saxlasın. Bizim kebabımızı da düzəldir, kebabımızı pişirir. İnşallah kebabımız pişsin. Ömer də durğuzaq, çörəyimizi yeyək. Yavaş-yavaş tərpənək. Səydam da nivası mübarəkdir. Təzə niv alıb. Qəşəng kebabımızı da qoyduq. Ördəkləri də pişiririk. Səydamla pişiririk. İnşallah buradan bütün ovçulara, balıqçılara hamısına salam göndəririk. İmran sən də gəlmədin ha. Gəlmədin, əldən buraxdın bu kebabı. Yaxşı ov elədik, yaxşı yedik. İnşallah gələn dəfə qismət olar gələrsən. İndi o iki dəfə qoşulur. Yağa bax, quşun yağına bax. Çöl heyvanın yağları. Ayrı-ayrı ördəklər daha fikir verirsən. Biri şeydi, şirakan ustu, biri yaşılbaşın sonası. Ha. Biri yaşılbaşın sonası. Ömer də durdu. Yeməyini yiyir. Yeməyimiz də hazırdır. Kebabımız da pişdi qəşəng. İnşallah yeməyimizi yeyək, kebabımızı yeyək. İki qardaş. Axşam görək qismət olsa Dovşanovla çıxacağıq. Hə Ömər? İnşallah qismət olsa Dovşanovla çıxacağıq. Olmasa üzü Bakıya tərəf yavaş-yavaş fırlanıb gedəcəyik. İndi hələlik bu qədər dostlar. İnşallah yaxşı videolarımız olar, qəşəng o videolarımız, balıq ovlarımız sizinlə paylaşarıq. 2 dənə ördəyimizi də burada pişirdik. O birisi 5 dənə ördəyi də Bakıya aparacağıq. Hələlik sağ olun.